Möhtərəm cənab Prezident İlham Əliyev müxtəlif platformalarda yeni mərhələdə Azərbaycanın inkişaf prioritetlərini belə müəyyənləşdirib. Süni intellekt. Biz hər zaman aparıcı xətlə, yəni mainstreamlə birgə gedirik. Nəticədə ölkəmizdə rəqəmsal inkişaf konsepsiyası təsdiq olunub, süni intellekt strategiyası hazırlanıb. Azərbaycanın yeni rəqəmsal arxitekturası adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə dövlət başçısının süni intellektin tətbiqinin geniş vüsət almasını vurğulaması, rəqəmsal inkişaf şurasını yaratması və strateji layihələrə bilavasitə hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etməsi ölkəmizin nəinki regionda, o cümlədən dünyadakı aparıcı trendlərə sürətlə çatmağa çalışdığını göstərən faktlardır. Dünyada aparıcı şirkətlərin 90% süni intellektdən istifadə edir, amma 67%-də proses hələ pilot mərhələsindədir. İndi dövlətimiz milli data arxitekturasını formalaşdırır, alqoritmik müstəqilliyini təmin eləməyə və rəqəmsal asılılığa düşməməyə çalışır. Süni zəka sahəsində qabaqcıl dövlətlər hüquqi və qanunvericilik bazasını formalaşdırmaqda davam edirlər. Süni intellektin definisiyası, onun qanunsuz və cinayətkar məqsədlərlə istifadəsinə qarşı məsuliyyət tədbirləri, o cümlədən nişanlanma və etiketləmə tədbirləri geniş tətbiq olunur. Milli Məclisin müzakirəsinə çıxarılan layihələr, süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və audio materialların hazırlanması və ya yayılması ilə bağlı ümumi prinsipləri müəyyən edir. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında və media haqqında qanunlarına əlavə və dəyişikliklər təklif olunur. Hər iki qanunda şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə eləməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış, reallığı əks etdirməyən, yaxud belə texnologiyalar, proqram təminatları vasitəsilə hazırlanmış qeyri-əxlaqi foto, video və audio materialların yayılmasına məhdudiyyətlər təklif olunur. Layihənin əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Hazırda dünyada deepfake texnologiyaları vasitəsilə insanların üzləri, səsləri və davranışları sürətlə köçürülür, klonlaşdırılır. Nəticədə tamamilə saxta video və audio materiallar kütləvi hal alır. 19-25-ci illərdə internet, digər informasiya ehtiyatlarında deepfake videoların və kontentlərin sayı 900% artıb. Deepfake hücumların əsas qurbanları sosial media aktivləri, xüsusilə jurnalistlər, ictimai fəallar və tanınmış şəxslərdir. Materialların təxminən 96-98% şəxsin razılığı olmadan qeyri-əxlaqi məzmundan ibarətdir və 79%-də qurban qadınlardır. Siyasətçilər və dövlət adamları ilə bağlı deepfake məzmunlarda təxminən 76% nüfuz itkisinə məruz qoymaq və anti-təbliğat aparmaq məqsədi daşıyır. Bu kontentin yayılması daha çox video və sosial media platformalarında müşahidə olunur. YouTube platformasında təxminən 30%, Instagramda 26%, Facebookda 19% və TikTok platformasında belə videolar 18% yayılır. Sorğular göstərir ki, istifadəçilərin təxminən 49%-i deepfake videolarına məhz YouTube platformalarında qarşılaşırlar. Xüsusilə qlobal müharibələr fonunda son 20 gündə ölkəmiz əleyhinə koordinasiyalı informasiya kampaniyalarını da biz süni zəka texnologiyalarının aparıldığını görməkdəyik. Bu proses cəmi 25 dəqiqəyə heç bir məsrəf olmadan, xərc çəkilmədən hazırlana bilir. Azərbaycan dövlətinin vətən müharibəsində qələbəsini həzm etməyən qüvvələr, hərbi meydanda məğlub olan və ölkəmizin güclənməsinə qarşı olan dairələr, qardaş Türkiyə lideri Ərdoğanın coğrafi və mavi vətənlə bir tutduğu kiber vətəndə fake və deepfake texnologiyalar vasitəsilə ölkəmizdə qarşı hibrid savaş aparırlar. Real olmayan audio, video və fotoların böyük əksəriyyəti xarici ölkələrdə hazırlanır və yayılır. Made in Azərbaycan, Azərfreedom, Azad Söz və onlarla xain kanallar anti-milli şər texnologiyalarıdır. Azərbaycan məhkəmə orqanları haqlı olaraq həmin diversiya platformaları haqqında müvafiq hökmlər çıxarıblar. Lakin terror, transmilli xarakter daşıdığı kimi süni intellekt əsaslı belə beynəlxalq cinayətlərin də qarşısının alınması üçün dövlətlər arası əməkdaşlıq zəruridir. Azərbaycan dövlət insanlara, dövlətlərə və cəmiyyətlərə qarşı çevrilən süni zəka məhsullarına səs çəkmək üçün müvafiq beynəlxalq konvensiyaların hazırlanmasını təklif edə bilər.
Bir daha qeyd edirik ki, bununla bağlı əslində ayrıca məcəllənin qəbul edilməsi zəruridir. Layihədə göstərilən real olmayan ifadəsi fake və deepfake termininin tam mənasını özündə ehtiva etdiyinə də biz diqqət eləməliyik. Belə beynəlxalq terminlərin hüquq qanunvericilik sistemimizə gətirilməsi dilimizin təmizliyinə və suverenliyinə xələl gətirmir. Bir daha söyləyirik ki, bu şəxslərə, onların yaradıcılıq azadlıqlarına yox, yalnız qanunsuz fəaliyyətlərinə qarşıdır. Yaradıcılıq azadlığı süni intellektdə tanınır. Diqqətinizə görə sağ olun.